Lamborghini stendinə toplaşmış qonaqlar xüsusi həyəcan hissi keçirirdilər. Hamı bilirdi ki, kampaniyanın banisi Ferruccio Lamborghini'nin anadan olmasının 100 illiyi yaxınlaşır. Təyin olunmuş vaxtda stenddə başlanan şounun əvvəlində ekranda Ferruccio'nun özü peyda oldu. Sonra isə növbəti tufan qopdu. Ladies and gentlemen, the car dedicated to Ferruccio Lamborghini, the Lamborghini Centenario. Lamborghini stendində 760 at güclü yeni bir yırtıcı təqdim olunur. Gəlin onunla yaxından tanış olaq. Sərgiyə bir ay qalmış şayələr gəzirdi ki, istehsalçı yubiley münasibəti ilə fantastik bir hiperkar yaradıb. 30 tüstü olmaz deyirlər. Yeni hiperkar həqiqətən avtomobildən çox kosmik gəmini xatırladır. Onun tam adı Lamborghini Centenario LP774'dür. Ona tamaşa etməkdən doymursan, hansı rakursdan istəyirsən bax, o səni valeh edir. Sanki bu eksteryeri heykəltəraş yaradıb, özü də bütöv bir daşdan. Əslində Lamborghini avtomobillərində cəsarətli formalara artıq alışmışıq. Lakin Centenario bu baxımdan Sesto Elemento adlı cəmi 20 ədəd kolleksiyalar üçün buraxılmış modelində kölgədə qoydu. Amma qeyd edək ki, Centenario kampaniyanın 50 illik yubiley münasibəti ilə hazırlanmış Veneno kimi dəlisov radikal deyil. O daha yapışıqlıdır. Yeri gəlmişkən Venona'dan cəmi 3 ədəd istehsal olunmuşdu. Centenario daha demokratik olacaq. 20 ədəd kupe elə o qədər də Roadster işıqızı görəcək. Deyilənə görə kolleksionerlər artıq hamısını behləyiblər. Təsadüfi deyil ki, stenddə modeli uzun sürən alqışlarla salamladılar. Biz isə elə həmən alqışlar sədası altında Lamborghini Bakı mərkəzinə üz tuturuq. Superkar görmək istəyən bu salona gəlsin. Rəsmi diler Avtolux kampaniyasına məxsus mərkəz bir ildən çoxdur ki, əfsanəvi istehsalçının tam standartlarına uyğun fəaliyyət göstərir. Superkar aşıqlarını yeni parlaq modelləri ilə sevindirir. Mərkəzdə eləcə də məşhur brend altında istehsal olunan elitar geyim və aksesuarlar təklif edən özəl Lamborghini Store mağazası da açıqdır. Showroomda isə son modellər təklif olunur. O cümlədən Lamborghini Aventador. Xatırladım ki, Cinevrədə təqdim olunan Centenario məhz Aventador modelinin bazasında yaradılır. Biz heç də təsadüfən Lamborghini Bakı mərkəzinə müraciət etmədik. İş burasındadır ki, tezliklə burada əsl tufan yox, uraqan, daha dəqiq desək hurakan gözlənilir. Bəli, Avtolux kampaniyasından verilən açıqlamaya əsasən, Lamborghini ruhunun ən parlaq daşıyıcısı Huracan Spider tezliklə rəsmi olaraq Azərbaycanda təqdim olunacaq. Hələlik onun rəsmi teazerinə tamaşa edək və bəzi texniki göstəriciləri səsləndirək. 5,2 litr həcmli motorun 610 at gücü var. Saatda 100 km sürətini avtomobil 3,4 saniyə toplayır. Maksimal sürət saatda 324 km-dir. Tezliklə onunla daha yaxından tanış olacaq.